Belə bir suallarda yenə də 600 qram həll olma əmsalını verib. 600 qram həll olma əmsalıdırsa, deməli biz demişdik ki, 600 həll olmazsa 600 maddəmdir, suyum da sabitdir 1000-dir. Ümumilikdə ikisi bir yerə nə qədər edir? 1600 qram. Yəni məhlulumun miqdarı 1600-dür. Yazıram. 1600 qram maddədə nə qədər, daha doğrusu 1600 qram məhlulda nə qədər maddəm var? 600 qram maddəm var. Yazdım 1600-ə 600. Bəs 800 qram doymuş məhlulda gəlin görək nə qədər maddəm var? X qram maddəm. Bunlar ixtisar aparanda deməli X maddəm olur 300. Maddəm 300-dür. 300 maddəmdir. Plus da 500 də suyum olmalıdır ki, ikisi bir yerdə 800 olsun. Maddə və suyun cəmi 800 eləməlidir. Çünki məhlulum 800-dür. Deməli 300 maddəmdir, 500 suyumdur. İndi bunu silirəm. Deməli, bizə deyir ki, 50 qram X duzu həll edilərsə, həll olma əmsalını soruşur artıq, Y-i soruşur. Həll olma əmsalı Y bərabərdir, maddə bölünsün su. Maddəm nə qədər idi? 300 idi. Düzdür, 300 maddə tapdım indi, 500 də su tapdım. Deməli, maddəm 300-dür, üzərinə də 50 gəlməliyəm, çünki 50 qramı da deyir, həll edilib. Yəni, 350 bölünsün su, yəni 500. Vurulsun 1000. Çünki həll olma əmsalı nədir? Maddə bölünsün su, vurulsun 1000. İxtisar aparanda, deməli bununla bunu ixtisar aparsam 2, 350 də 2-yə vuranda eləyəcək 700.